Mən bir ağsaqqal kimi Azərbaycan xalqını, Azərbaycan millətini Novruz bayramı münasibətilə təbrik edirəm. Bu bayram bizə uzaq əsrlərdən, əsrlərin süzgecindən süzülüb gələn bir bayramdır. Bu bayram bizə ulu əcdadlarımızdan bizə miras qalmış bir bayramdır. Bu bayram qalib xalqın bayramıdır. Bu bayram vətənimizdə yaşayan Azərbaycanlıların, xarici ölkələrdə, qəriblikdə yaşayan Azərbaycanlıların və həmçinin bizimlə dost olan müsəlman ölkələrinin bayramıdır. Həmin bu bayramı təkcə Novruz bayramı günlərində, bu dövrdə yox, hər zamanlarda qeyd etsin. Hər zamanlarda qeyd etsin. Mən çox arzu edirəm ki, Azərbaycan xalqının, Azərbaycan millətinin, Azərbaycan ölkəsinin səmalarını heç vaxt müharibə, qara buludlar almasın. Mən çox arzu edirəm ki, bu heç vaxt bizim körpələr müharibə qorxusundan, mərmilərin uğultusunun səsindən analarının qucaqlarına özlərini atmasınlar, xoşbəxt böyüsünlər. Mən bir daha Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm. Onlara işlərində müvəffəqiyyətlər, ailə səadəti arzu edirəm.